Hansı ki içərisinə kədər, qəm, qüssə və sair də daxildir. Amma bu hissin psixoloji tərəfləri haqqında danışmaq və onun mərhələlərini açıqlamaq istəyirəm. Məqsəd nədir? Biz əgər bu hissin mərhələlərini bilsək, onunla başa çıxmaq çox daha asan olar. Bu isə elə bir hissdir ki, təəssüf ki, dünyada bundan heç kimsə unutulana bilməz. Hər bir kəsin əvvəl-axır hansısa bir həyatının hissəsində mütləq qapısını çalır. Beləliklə bu hissin, yəni yas hissinin bir proses kimi baxsaq, onun 6 mərhələsi var. Birinci mərhələyə deyirlər etiraz mərhələsi. Buna nəyə görə etiraz mərhələsi deyirlər? Çünki insan başına hansısa bir etki gəldikdə, yaxın bir adamına, sevdiyi birini itirdikdə, ayrılıq da ola bilər, bir xəstəlik xəbəri də ola bilər. İlkin olaraq onun psixikası onu qəbul etməməyə başlayır. Yəni etiraz edir ki, yox, bu ola bilməz. Və bu proses adətən bir neçə dəqiqədən bir neçə saata qədər sürə bilər. Niyə bizim psixikamız bunu belə edir? Niyə biz etiraz edirik və qəbul etmirik? Bəzən olur ki, hansısa bir bəd xəbəri eşidəndə deyirik, yəqin ki, bizdən zarafat eləyirlər. Bunun səbəbi odur ki, psixikamız üçün həmin aldığımız informasiya o qədər ağırdır ki, onu qəbul eləməyə yeri yoxdur. Onu qəbul eləyə bilmədiyinə görə artıq həmin prosesi özündən uzaqlaşdırır bu formada. Kimlərsə əgər bu prosesdə ilişib qalırlarsa, bu yəni heç də müsbət bir hal deyil. Mütləq ondan sonra həmin insana demək lazımdır və onu qəbul elətdirmək lazımdır ki, bu həqiqətən belədir, baş verib. Çünki bizim psixikamız nə qədər reallığa uyğun davranmağa, reallığa uyğun biz yaşamağa başlasaq, yəni bu bizim üçün ağır da olsa, bu daha sağlamdır. İkinci mərhələ nədir? İkinci mərhələdə bu yas prosesində artıq etirazdan sonra bir günahkarlıq hissi gəlir. Günahkarlıq hissi nədir? Kimsə əgər deyək hansısa bir hadisə baş verib, təbiət hadisəsi və yaxud da bir qəza və kimsə oradan sağ çıxıb, yanında kimsə başqa bir adam varsa, deyək ki, dünyasını dəyişibsə, bu bir günahkarlıq hissinin yaranmasına səbəb olur. Adətən, yəqin ki, eşitmişsiniz, yaxınlarını itirənlərdə belə bir ifadələr işlədilir ki, kaş mən ona desəydim, bəlkə də getməzdi, mən ona xəbərdarlıq eləsəydim, bəlkə də belə olmazdı və s. Bu, o nədən irəli gəlir? Bu, ən toksik bir hissdir, yəni bu prosesdə ən ağrılı bir hissin bir hissəsidir. İnsan başlayır, baş verən hadisədə özünü günahkar bilməyə və bunun öhdəsindən gəlmək çox çətin olur. Daha sonra isə bu hissdən sonra gəlir qəzəb hissəsi. Artıq burada insan qəbul edir, reallığı başa düşür və özünü günahlandırmaqdan da keçir və üçüncü olaraq başlayır əsəbləşməyə, qəzəblənməyə, hirslənməyə ki, bu niyə oldu və başlayır üsyan etməyə. Adətən burada ən vacib olan məsələ ondan ibarətdir ki, kimsə əgər belə bir hadisə ilə üzləşirsə və yaxınını itirirsə, o qəzəb hissini düzgün idarə etməyə öyrənmək çox vacibdir. Onu yaxın adamlarına yox, kimə olduğunu dəqiqləşdirmək lazımdır özündən və istənilən halda onu biruzə vermək vacibdir. Və həmin adamın da yanında onun yaxınlarının olmağı bu prosesdə çox vacib bir məsələdir. Bunu anlamaq ki, bu bir prosesin hissəsidir və əvvəl-axır yekunlaşacaq. Daha sonra gəlir 4-cü mərhələ. Bura sövdələşmə də deyirlər. Müxtəlif dillərdə müxtəlif tərcümə olunur. Ticarət, sövdələşmə. Bu nəyə görə belə adlandırılır? Bu mərhələdə insan başlayır adətən yaradanla və yaxud da o hadisə ilə bağlıdırsa özünün psixikasından başlayır bir sövdələşmə eləməyə. Məsələn, nümunə üçün deyək ki, bir ananın övladı xəstələnəndə dua eləməyə başlayır ki, artıq hər gün namaz qılacaq, söz verirəm. Artıq onun psixikasında indiyənə qədər özündə eləməli olduğunu düşündüyü, amma eləmədiyi şeylər varsa, başlayır onları sövdə kimi, bir ticari bir anlaşma kimi adətən bunu edirlər yaradanla, yəni Allahla və s. Ağır bir xəstəlik xəbəri alanda kimsə artıq bundan sonra hər gün idmanla məşğul olacağam, yediyimə, içdiyimə diqqət etməyə başlayacağam və s. kimi. Bu həmin o sövdələşmə mərhələsinin bir hissəsidir. Sövdələşmə mərhələsindən sonra isə hansı mərhələ gəlir? Sövdələşmə yekunlaşırsa və normal bir şəkildə yekunlaşırsa, bundan sonra artıq insanda depressiya mərhələsi başlayır. Bu depressiya mərhələsi ən uzun sürən mərhələdir. 6 həftəyə qədər bu əvvəl saydığımız mərhələ davam edir, 4 mərhələ. 6 həftədən sonrası həmin bu mərhələ, depressiya mərhələsi başlayır. Burada o bir söz var Azərbaycan dilində, deyirik qəmə batmaq. Əsl insan artıq qəmə batmağa başlayır. Yediyi, içdiyi ona zövq verməməyə başlayır, yuxusuzluq məsələləri başlayır və yuxuları qarışmağa başlayır. Əvvəl görüb zövq aldığı işlərdən artıq zövq almamağa başlayır. Yəni həyatdan zövqü, aldığı zövq tamamilə aşağı düşməyə başlayır. Həyat keyfiyyəti aşağı düşməyə başlayır. Və adətən bu mərhələ 1 ilə qədər davam edir. Bəli, yəni uzundur, amma
Bu reallıqdır və bu mərhələlər universaldır və bütün insanlara, bütün insan bəşəriyyətin hər bir üzvünə aid olan bir şeydir. Hərə bir formada yaşayır, tamam fərqli yaşayır, düzdür, individual yaşayır. Ancaq bu hamıya aiddir. Və o bir ilin sonunda depressiya mərhələsi bitdikdən sonra onu da qeyd edeyim ki, o mərhələdə də ilişib qalmamaq çox önəmlidir. Burada yas prosesini keçən insanın yaxınlarının da böyük köməyi lazım ola bilər. Əgər görür ki, kimsə bir ildən artıqdır və o bu məsələnin öhdəsindən gələ bilmirsə, artıq yenə də o həyatda ona zövq verən o məsələlər, əvvəlcə zövq aldığı hansısa bir məşğuliyyətlərlə məşğul ola bilmirsə, bu onun işinə, həyatının bütün sferalarına təsir etməyə davam eləyirsə, o deməkdir ki, o mərhələdə artıq hansısa bir ilişib qalma var və bunun öhdəsindən mütləq professional yardım alaraq gəlmək olar. Və ən son mərhələ, hansı ki, bu prosesin yekunu, bu prosesin bizə əslində öyrətmək istədiyi qəbul etmə mərhələsidir. Qəbul etmə mərhələsi 1 ildən il yarım arasındakı bir prosesdir. Yəni hansısa bir itki üz verirsə, ondan 1 il keçdikdən düz il yarıma qədər davam edə bilər. Bu mərhələ nəyə görə belə adlanır? Yəni burada məsələ hansısa bir yaxınını itirmiş bir adamın ölümündən, itkisindən barışmaqdan getmir. Qəbul etmək, onun ölümünü qəbul etmək yox, ümumiyyətlə ölümün həyatın bir hissəsi olduğunu qəbul etmək anlamına gəlir. Yəni bu o deməkdir ki, artıq insan anlayır ki, bu da həyatın bir parçasıdır. Heç kim bundan boyun qaçırda bilməz. Əvvəl-axır hər bir insan övladı ölümü dadacaq. Ona görə də dediyim kimi mərhələləri bilmək bizə bu prosesi daha şuurlu şəkildə, birinci olaraq özümüzə, ikincisi isə ətrafımızda belə bir proseslərdən keçən insanlara kömək etməyə bizə yardımcı ola bilər.